Yaxşı. Tam dövrə üçün ohm qanunu. Tam dövrə üçün ohm qanunu. Ohm qanunu. Tam dövrə deyəndə nəyi nəzərdə tutacaq uşaqlar? Dövrə sistemi tam deyildi. Dövrə sistemində orada tamlıq var idi. Biz orada bir kiçik bir hissəni nəzərə almırdıq. Ona görə elə biz ona tam dövrə dedik. Normalda biz kiçik bir müqavimət çəkər formada. Bizim burada demək voltmetrimiz birləşmiş olur. Burada bir ampermetrimiz də olsun. Burada bir açarımız olsun və burada da bizim galvanik dediyimiz, yəni birləşdirici olan mənfi və müsbət tərəfimiz. Uşaqlar, tam dövrə prosesi bu K açarıdır. K açarıdır. Nə üçün tam dövrə deyilir? Uşaqlar, normalda elektrik yüklərin hərəkəti bilirik ki, müsbət yüklərin hərəkət istiqamətində elektrik yük hərəkət edir, gəlir, bu formada gələrək. Lakin K açarı o işıqda yanı sönən hissəsində keçir. Amma buradan keçəndə çətinlik çəkir. Buradan keçəndə çətinlik çəkir. Yüklər keçdikdə zaman davamlı keçməsi üçün burada əlavə bir kənardan dəstək olunur. Ona kənar qüvvələri kömək edirlər. O zaman deyirik ki, kənar qüvvələri gördüyü işin yükə nisbəti bizim üçün EHG-ni verir. EHG elektrik hərəkət qüvvəsi deməkdir. EHG elektrik hərəkət qüvvəsi. Vahidini buradan çıxardarıq ki, Joule bölünsün kulov. O bizim üçün 1 voltu verir. Ay müəllim, bizim epsilonumuz, yəni EHG-miz U-ya bərabərdirmi? Bəli, bəzi nöqtələrdə biz onu U-ya bərabər götürə biləcəyik. Normal cərəyan şiddətimiz nə yazırdıq? I bərabərdir U bölünsün R yarım yazmırdıq mı? Tam dövrə üçün yazacaq uşaqlar. I bərabərdir. Epsilon bölünsün R üstə gəlinsin. Baxın, burada kiçik bir müqavimət yaşanırdı. Keçə bilmirdi. Nə çəkirdi? Əli. Orada daxili müqavimət deyəcəyik. Yəni kiçik yer. Vəssalam. Fərqi bu olacaq. Normal budur. Fərqi üzərinə kiçik bir dənə yer gələcək. Epsilon bölü R olacaq. Tam dövrədə. Bu kiçik yerə də deyirik daxili müqavimət. O xarici müqavimət, buna da daxili, içəridəki müqavimət. Keçiddə çətinlik çəkir, ona da daxili müqavimət deyilir. Daxili müqavimətdə tam dövrənin düsturu bu olacaq. Unutmayın, I bərabərdir. Epsilon bölünsün, R üstə gəlsin, kiçik R. Müqavimət dediyi həmişə məxrəcdə yazılır. Biz buradan istəsək epsilon tapa bilərik. I böyük R, üstə gəlsin, I kiçik R. Onu tapanda nə verir bizə? Yeri vermir. Onda biz bunun yerinə U desək, onda epsilon bərabərdir U plus I kiçik R. Mən U-nu tapsam, epsilon çıxılsın I kiçik R. O zaman deyirik ki, mənbəyin sıxacılarındakı gərginlik cərəyan şiddəti ilə xətti asılıdır, azalır. Bura artdığı zaman məhz bura azalır uşaqlar. Bunu yadına çıxarmayaq. Bizim cərəyan şiddətimizin isə uşaqlar, R-dən asılılığı, baxın, müəyyən qiymətdən riski tərsəsli olaraq gəlir. Məxrəc olanda müəyyən qiymətdən tərsəsli olaraq gəlir. Burada iki hal vacibdir. Birinci hal odur ki, bizim birinci hal, R-imiz sıfıra yaxınlaşır. Görək nə baş verəcək? I bərabərdir epsilon bölüsü R üstə gəlsin kiçik yer, yəni bu sıfıra doğru gedir. Onda yalnız nə qalır? Epsilon bölüsü kiçik yer qalır. Bu nə deməkdir? Dövrədə müqavimət yoxdur. Qısa qapanma baş verir. I qısa qapanma bərabərdir epsilon bölüsü R üstü ilə tapılır. Nə deməkdir qısa qapanma, nə deyə bilərsiniz təqlib olaraq? İşitmişsiniz də, filan yeri qısa qapanmamış verir, qığılcım baş verir. Nə deməkdir?
Bax, iki topu biz bir-birinə vursaq, qığılcım baş verir. Aydındır. Amma onun başını lampanın o spirallarını birləşdiririk, kiçik spiral veririk. Başlayır parıldamağa. Başlayır orada işlək yanmağa, daha gelişmir. Bəyəklər bir-birinə dəyəndə neyinirdi? Qığılcım çıxır. Onu biraz böyüdək. Bir neçə uzun spiral götürür. Spiral bilirik də nədir? Pletkanı görmüsünüz. Pletkanı spiral. Uzun bir spiral götürürük. Birini bu başdan taxırıq, birini bu başdan yenə topu taxırıq. Baxırıq ki, spiral qızardı. Biz ondan istilik aldıq və ya işıq aldıq və s. Amma onun özü bir müqavimətdir. O spiral dediğimiz o prosesin özü bir müqavimətdir. Onu aradan götürəndə bir-birinə dəyəndə qısa qapanma baş verir. Onu araya qoyanda məsələn, bəzən görmüsünüz ki, arasına sasikə qoyurlar. Sasikə tapıcı partlayır məsələn, ağac qoyurlar, ağac yanır, nə bilim. Nə qoysaq, məsələn, tutaq ki, yandıracaq tokdur, yəni oradan keçən bir proses var. Yaş ağacı, quru ağac keçirmir. Yaş ağacı olan var məsələn. Birinci halımız budur. Nə baş verir? Qısa qapanma baş verir. Aydındır. İkinci halımız, deyirəm ki, elimiz sonsuzluğa yaxınlaşsın. Sonsuz böyük olsun. Bu nə deməkdir? Təsəvvür elə. Sonsuz böyükdür. Müqavimət çox böyük. Cəryan olar mı? Cəryan minimal olur da. Yəni bizim bu dəfə bax, U bərabərdir. Epsilon çıxılsın IR yazıq da. Bu sıfıra gedəcək. R olmuyor. R maksimal olanda I nə olmaq? Minimal. I bərabər U bölü R da. Bu maksimal olanda bu minimal olacaq. Bu sıfıra gedəcək. Onda U'muz nəyə bərabər olacaq? Epsilon. Bax, gördün mü hansı şərt daxilində U'muz epsilona bərabər oldu? R'miz sonsuzluğa yaxınlaşdıqda. Yaddan çıxartmırıq. U bərabərdir IR. İ'mizin yerinə epsilon bölünsün. R üstəcə kiçik R vurur R'dir. Bizim burada U'muzun da R'dən asılı qrafiki bu formada olacaq. Bu isə bizim üçün epsilona uyğun gələcək. Yaddan çıxartmırıq. Bu hissə epsilondur. Ən çox soruşulacaq bunlardır. Bu hissədə I qısa qapanmadır. Yaxşı, bu hissə epsilona uyğun gəlir. Bu hissə isə I qısa qapanmaya uyğun gəlir. Deyəcək, bu A nöqtəsi nəyə uyğun gəlir, bura B nöqtəsi nəyə uyğun gəlir, bura həmişə epsilona uyğun gəlir, bura həmişə qısa qapanmaya uyğun gəlir. Yadınızdan çıxartmayın. Lap yaxşı. Bizim tam dövrə prosesində EHG-nin istiqaməti saha təqrəbinin əksi istiqamət götürülür. EHG-mizin istiqaməti saha təqrəbinin əksinə götürülür. Şərt budur. Əgər mənfidən müsbətə keçərsə, EHG-miz müsbətdir. Bura mənfidir, böyük tərəf nə olur? Müsbət. Həmişə belə. EHG müsbətdir. Bura mənfi, bura müsbət. EHG müsbətdir. Saha təqrəbinin əksinə gedir. Amma bura müsbətdir, bura nədir? Mənfi. Burada EHG nə olacaq? Mənfi. Bura mənfi, bura müsbət. Burada EHG müsbət, bura müsbət. Bura mənfi, burada da EHG nədir? Mənfidir. Burada da kiçik yerlərimiz var, daxili müqavimətlərimiz var. Onda necə yazaraq? I bərabərdir. Epsilon, üstə gəlin, epsilon, üstə gəlinsin, yenə epsilon, üstə gəlsin, mənfi epsilon, mənfi üstə gəlsin, yenə epsilon, üstə gəlsin, yenə mənfi. Epsilon bölünsün, R-lərdə mənfi söhbəti yoxdur. R pürüzdən R2 üstə gəlsin, üstə gəl R3. R1 üstə gəlsin, R2 üstə gəlsin, R3 üstə gəlsin. Eyni şəkildə yaza bilərik. Yaxşı, yadından çıxmaz. Həmişə saat təqrəbinin əksinə gedir. Faydalı işəm salına gəldikdə teta bərabərdir. U bölünsün, epsilon vur 100% və ya R bölünsün, R üstü gəlsin, kiçik R vur 100% kimi və ya P faydalı bölünsün, P tam vurulsun 100% kimi də
götürə bilərik. Bizim daha burada deyəcəyimiz elə də böyük bir şey qalmadı. Qalan məsələlər test üzərindən baxanda daha rahat olacaq. Yəni, bu da bizim EG dərsimiz. Dövrənin açıq qapalı hissələri var, onda dərsdə mən sizə test üzərindən izah edəcəm.